əfsanələrindən Gerd Müller vəfat edib. Uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən keçmiş futbolçu 75 yaşında müalicə aldığı klinikada dünyasını dəyişib. Xatırladaq ki, Gerd Müller Almaniya futbolu tarixində ən güclü hücumçu hesab edilir. O karyerasına doğma şəhərinin eyni adlı komandası Nördlingində başlamışdı. Bu klubda tanınandan sonra 1964-cü ildə Bavariyaya qoşulub. Karyerasının əsas hissəsi də məhz rekordmeisterlə bağlıdır. 15 il çıxış etdiyi Münhen klubunda 605 oyunda 503 gol vurmağı bacarıb. Bu göstərici Bundesliqanın digər hücumçuları üçün indiyədək əlçatmaz olaraq qalır. Gerd Bavariya ilə Almaniya çempionatında 5, ölkə kubokunda 4, Çempionlar Liqasında isə 3 dəfə qalib olub. Müller bundan başqa Almaniya millisi ilə 1972-ci il Avropa və 1974-cü il dünya çempionatlarında qızıl medallara gəlinib. Ümumən isə yığma forması ilə 62 görüşdə 68 gol vurub. Gerd Müller həm də 1970-ci ildə Frans Futbol nəşrinin təsis etdiyi Qızıl Top mükafatına layiq görülmüşdü.